Bu bina Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanasıdır. Binada aspirant kimi daxil olub azı 5 ildən başlayaraq 30 ilədək yaşayan 118 ziyalı ailəsi var. 2 il əvvəl Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyi yataqxana sakinlərinin yeni mənzillərlə təmin olunması ilə bağlı iclas keçirib. Sakinlərin razılığı alınıb. Tikinti üçün podratçı şirkət Evrostroy MMC ilə müqavilə bağlanıb. Bu ilin martında tikinti başlayıb. Lakin tikilməkdə olan binadan mənzil almaq gözləntisi yataqxana sakinləri üçün qorxulu xəyala çevrilib. Yataqxana sakinləri tikintini aparan Evrostroy və akademiya rəhbərliyi arasında 3 tərəfli anlaşılmazlıq yaranıb. Bununla bağlı bina sakinləri 13 sentyabrda mətbuat konfransı keçirib. Orada 3 əsas amil göstərilməlidir. Birinci, sifarişçi kimdir? İkinci, layihəçi, üçüncü podratçı. Bunların üçü də Evrostroydur. Sifarişçi Elmlər Akademiyası deyil, Evrostroydur. Layihəçi Evrostroydur, podratçı Evrostroydur. Deməli, bizim müqaviləmiz Elmlər Akademiyasından yox, bizə mənzilli Evrostroy S verir, MMC verir. Və mən onlarla danışığa getdim. Bəxtiyar Təhmədovun özü ilə danışdım. Dedim, bəs siz bizlə danışıbsınız, 2 gün burada özünüz yatıbsınız, bizlə beraber imza yığıbsınız və bunun nəticəsi nə olacaq? Mənə konkret dedi ki, Akif müəllim deyib ki, siyahını özüm məşğul olacaq. Siz gedib ikincisi dişin. Dedim, axı hüquqi cəhətdən mən tək verirəm siz məhkəməyə. Evrostroy verir məhkəməyə ki, ya da akademiya verir məhkəməyə ki, bəs bizə müqavilə bağlanmağa mane olurlar. Sakinlərin iddialarına cavab olaraq tikinti aparan şirkətdən bildirdilər ki, bizim bir səlahiyyətimiz var. O da tikmək. Akademiyanla bizim aramızda müqavilə var. O müqavilədə də yazılıb ki, onlara mənzil verilməsi birbaşa akademiyanın öz səlahiyyətinə aiddir. Biz ona müdaxilə eləyə bilmirik. Biz tikən təşkilatı tikmişik, onların payını vermişik. Kimə verəcəklərsə, o siyahı onlara aiddir, bizə aid deyil. Siyahını versin, bugün mən yazım verim. Həmin tikinti şirkəti ilə akademiyanın keçmiş rəhbərliyi arasında bağlanan müqavilədə yataqxanada yaşayan sakinlərin yeni mənzillə təmin olunması qeyd olunub. Müqavilədə də konkret olaraq göstərilir. Azərbaycan Şərifzadə küçəsi 12 ünvanda yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanasının sakinləri mənzillə təmin olunsun. Həm alimləri, həm də sakinləri. Yəni bütövlükdə bu binada yaşayan 118 nəfər mənzillə təmin olunmalıdır. Həmin 118 nəfərin siyasi tərtib olunub, Elmlər Akademiyasının yenə əvvəlki rəhbərinə təqdim olunub və təsdiq olunub. Bu siyahıda 118 nəfərin mənzillə təmin olunması həm yataqxana komissiyası tərəfindən imzaları ilə, həm də yataqxana müdürü tərəfindən təsdiq olunub. Bir də Elmlər Akademiyasının mərhum rəhbəri Mahmud Kərimov tərəfindən təsdiq olunub. Lakin indiki rəhbərlik səhvə yol verildiyini, keçmiş rəhbərliyin aldadıldığını iddia edir. Yataqxanadakı bütün sakinləri yox, yalnız elmi işlə məşğul olanlara ev veriləcəyini deyir. Birinci məktub Respublika Prezidentinə də müraciət edəndə ondan ibarət olubdur ki, yataqxanada yaşayan elmi işçilər, alimlərin. İndi sonra bilirsiniz, alladıcı yenə deyirəm, o üsullardan istifadə etmək, məlum məsələdir ki, hər şeyi mütəxəssislər hazırlamalı, tapşırılan adamlar hazırlayır, rəhbərin hər şeyin incəliyinə getməyə vaxtı olmur. İndi o vaxt elə bir səhvə yol verilir, yataqxanada yerləşmə zamanı böyük səhvlərə yol verilir. İndi o səhvlərin hamısını səhv eləyə axıra qədər getmək olmaz, harada bu səhv dayanmalıdır. Hazırda nəinki kimlərin ev alacağı, Sərdar Əliyevin dediyinə görə, hətta tikinti şirkətinin neçə mənzil ayıracağı ilə bağlı dəqiq rəqəm yoxdur. Evrostroy hələ ki, o nə qədər mənzil bizə verməlidirlər, o məsələ də biraz mübahisəlidir. O məsələnin üstündə bu saat işlənilir, rəhbəri işləyir. O vaxt müqavilə bağlayanda o səhvədə yol veriblər. Belə səhvə yol veriblər ki, yazıblar bir blok, bir giriş. Bir girişdə güya hesab ediblər 118 mənzil. Sonra məlum olur ki, indi çox araşdırırıq. Məlum olur ki, 84 mənzildən bir blokda 84 mənzildən artıq mənzil olan blok yoxdur. Onda burada da bir sual yəni. İndi onun üstündə işləyirik. Görək nə mümkün olacaq, nə qədər mənzil əldə edə biləcəyik. Mətbuat konfransı keçirən sakinlərin hazırda 2 tələbi var. Birinci, Evrostroy S şirkətinin rəhbəri bizimlə görüşməlidir. Müqavilə bağlanmasını təcili müqavilə bağlanmalıdır. İkinci də tələbimiz odur ki, Elmlər Akademiyasının rəhbəri bizimlə görüşsün. Yəni bu məsələlərdə kömək məqsədi ilə.
hüquqi cəhətdən əsas olmasa kömək məqsədində bizlə görüşməlidir və bizə öz fikrini bildirməlidir. Bizim bu vəziyyətə düşməyimizin, bizim burada iclas keçirməyimizin də əsas qayəsi bundan ibarət. Üçbucağın tərəfləri arasında bir ortaq kəsişmə nöqtəsi var. Medianların kəsişdiyi nöqtə. Hazırdakı bu üç tərəfin nə vaxt ortaq məxrəcə gələcəyi isə sual altındadır.